Börəklərinizi soyuq dəymədən qorumaq istəyirsinizsə 4 məsləhətə əməl edin. 1. Bel nahənizi isti saxlayın. Çünki soyuq hava qan dövranını zəiflədir. Bu da ki, bizim börəklərimizə zərər verir. 2. Çox çay və kofe içməyin. Çünki içdiyiniz çay və kofelər sidiyi qatılaşdırır. Bu da sidikdə bakteriyaların yaranmasına şərait yaradır. 3. Sidiyi çox saxlamayın. Çünki sidiyi çox saxladığınız zaman sidikdə mikrobların sayı artır. Bundan başqa bəzi hallarda sidik börəyə də qayıda bilir. Bu da ki, börəkdə iltihaba səbəb olur. 4. Soyuq havalarda ayaq yalın, soyuq döşəmə üzərində gəzməyin. Çünki soyuq birbaşa bizim börəklərimizə təsir göstərir. Əgər börək mənşəli problemlərdən əziyyət çəkirsinizsə, məsələn, sidiyə gedərkən göynəmə, ağrı, yanma hissi, yaxud da ki, göz altında, bədəninizdə və ayaqlarınızda şişkinlik probleminiz olursa, bu problemi bitki mənşəli Diurenes tabletləri ilə aradan qaldıra bilərsiniz. Diurenes bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində qızılçətir otu, levistik kökü və rozmarin yarpaqlarının ekstraktları var. Bu bitkilər börəklərdə qan dövranını yaxşılaşdırır. Antimikrob, yəni iltihab əleyhinə təsir göstərir. Daşların yaranmasının qarşısını alır. Sidik ifrazını yaxşılaşdırır və sidik yollarında yaranan spazmı azaldır. Bitki mənşəli Diurenes tabletlərindən istifadə elədikdən sonra börək mənşəli yaranan problemlər, yəni bədəndə və ayaqda şişkinlik, sidiyə gedərkən ağrı və göynəmə hissi də aradan qalxır. Bildirim ki, məhsulun bir qutusu 1 aylıq müalicə üçün kifayət edir. Polşa istehsalı bitki mənşəli Diurenes tabletlərini bütün apteklərdən əldə edə bilərsiniz.